Həmişə familin toyunu görmək istəyirdi. Deyirdi, qayıdıb gələcəm, familini evləndirəcəm. Balalarına çox istəyirdi. Bizim şəhidlərimiz olanda biraz kədərləndim. Çünki onların evlatları, onların atası şəhid olmağın acısını mən çəkmişəm, görmüşəm ki, atasız qalmaq nə deməkdir. Bizim ailədən 5 qardaş həmin o döyüşlərdə, ağır döyüşlərdə iştirak eləyirdik. Torpaqlarımız uğrunda gedən döyüşlərdə axıra qədər dayanmadan döyüşdük. Mən 30 il qardaşımın qəbrinə gedə bilmirdim də, müharibə idi. Alnından sonra getdim qardaşımın qəbrinə. Daşından öpdüm, torpağından öpdüm. Xalq birləşəndə, güc bir olanda dəmir yumruğun sahəsində düşman yerində oturubdu və torpaqlarımız işğaldan azad oldu. Ağayev Sığırçını, Fərəc qızı, şəhid Ağayev Yaşar, İsoğlunun həyat yoldaşı. Yoldaşı 1992-də qardaşı yeznəsi, məsələn, bacanağı şəhid olandan sonra o da silaha sarındı, dedi, gedirəm, mən də onların qanını alacam. 94-də Gülücə şəhər kəndində şəhid oldu. Ondan qabaq yenə də hərdən evə gəlirdi, uşaqlara baş çəkirdi. Ağır da olsa deyirdi ki, mən sizi Allaha həvalə eləmişəm. Pis vaxtları idi. Deyirdim ki, çətindir də mənə qayıt gəl. Deyirdi, yox, heç vaxtı qayıdıb gələ bilmərəm. Torpaq uğrunda vuruşmalıyıq. Neçə dəfələrlə deyirdi ermənilərin, Ağamədin də qanını almışam, Gül ağanın da qanını almışam. Deyirdi, neçə dənə erməniləri qulağında kəsmişəm, özlərində öldürmüşəm. Düzdür, onların vaxtında müharibə çox ağır gedirdi. İndiki vaxtının döyüş kimi deyildi də. Silah yox idi, paltarlar o deyildi. Gəlirdi, elə olurdu ki, corablar zaten alırdım, qoyurdum. Nə bilim, çətin idi. Ailədə də çətinlik olurdu. Nəsə, torpağıma hamısından, ailədən də, uşaqlarından da əziz idi. Komandirlərə həmişə deyirdi ki, birdən gedərsən, evdə uşaqlar, yoldaşınız adınız qoymaz, qaydasan. Hesab elə o, elə bir adın gözü idi. O deyirdi ki, indi orada var, göstərərəm. Deyirdi ki, Yaşar çox qoçaqdır. Deyirdi, özü düzdür. Bu təzə saldatlarının yaşından yaşlı olsa da, 2 yollar qədər, dedi, qorxmaz, cəld, hər şeyi yerinə yetirən. Ona görə də ona o vaxt nə bilim, indi nə deyirlər, vaxt starşına işləyirdi. Bütün hər rotanı əlinə alırdı, bax belə hamısı danışırdı. Şəhid olmamışdan 2 gün qabaq yuxuda gördüm ki, bir dənə ilanla döyüşür, bax belə, ilanı vurur. Nəsə həmən gecədə yuxum gəlmədi. 2 gün ondan sonra elə bir ki, vtaro ismin işə gedəcəkdim, ikinci ismin. Gördüm ki, qapı döyüldü. Açdım, gördüm qaynımın oğlu. Dedim, Şahin, xoş gəlmişsən, gəl. Dedi, yox, famili çağır. Famil getdi, düşdülər aşağı. Bir də qayıtıb gəldilər. Deyir ki, papa deyirlər, yaralanıb. Dedim, yox, papan şəhid olub, yuxusunu görmüşəm. Nə bilim, deməyəsən, həmən günün bir gün qabağı gecə gətiriblər həyətə. Meyidi gətiriblər. Qonşunun aşağıda qapısını döyüblər ki, Yaşar neçənci mərtəbədir. Deyiblər ki, yoldaşı gecə ismindir, uşaqları da yatıb. Aparın, sabah gətirərsiniz. Həmən onda mən o ayağı idim. İnanırsınız, gördüm, ağır bir maşın elə bir həyətə gəldi. Sonra da döndü, getdi. Həmən günün heç yuxum gəlmirdi. Sonra mənim qaynımın qaynatası rəhmətə getmişdi. Oradan bizim bir kəndçi gedib voyankamada deyiblər, sizin bir kənddən bir oğlan var idi, hündür, sarı oğlan. O şəhid olub. Onu belə-belə gətirib qoyublar moruqa qoyublar. Oradan yaslan bütün millət hamısı tökülüb həyətə gəlib. Xalam girdi içəri, bala deyir, yoldaşın şəhid. Dedim, yox. Belə yaralanıb, dedim, yox, o şəhid oldu. Torpaqlarımız azad oldu. Allah rəhmət eləsin, ikinci şəhidlərimizə də, birinci şəhidlərimizə də. Mən Ağayev Famil Yaşaroğlu
şəhid Ağayev Yaşar İsoğlu'nun oğluyam. Biz ailədə üç uşaq olmuşuq. Bizim ən böyük evlad mən olmuşam. 2 qardaş, bir bacı. 94-cü ildə mənim atam şəhid olub. 92-ci ildə mənim balaca əmim, ondan balaca qardaş əmim Ağamət şəhid olub. Yəni bu şəhidlər bizim ailədən çıxıb. Mənim ondan əlavə 2 əmim də vuruşub. Bəşir əmim, bir də Rüstəm əmim rəhmətli, onlar da vuruşublar. Yəni onların Bəhlul da vuruşub, rəhmətli Bəhlul da. Yəni o qardaşların içində 5-i də döyüşüb, onlardan 5-indən mənim atamla Ağamət şəhid olub. Yəni mən onlarla qürur duyuram. Yəni fəxr edirəm ki, mənim bu dövlətdə yaşayıram, fəxr edirəm ki, mənim atam şəhiddir, əmim şəhiddir. Yəni Allaha şükür edirəm ki, torpaqlarımız alındı. 32 il bu günü gözlədik, axır ki, nail olduq buna. Bu 2-ci Qarabağ müharibəsi başlayanda açığı sevindim ki, Allaha şükür ki, 32 ildən sonra başladı. Bizim şəhidlərimiz olanda biraz kədərləndim. Çünki onların evlatları, onların atası şəhid olmağın, yəni acısını mən çəkmişəm, görmüşəm ki, atasız qalmaq nə deməkdir. Yəni bu şəhidlərə, şəhid ailələrinə səbir diləyirəm. Onlara uzun ömür, can sağlığı diləyirəm. Onlar kədərlənməsin ki, onların evlatları, atası, onlar cənnətdədirlər. Bəşir Ağayev İsaoğlu Qubadlı rayonu Məliyyəmədi kəndindən şəhid Yaşar və Ağamədin qardaşıyam. Müharibə başlayanda mənfur qonşularımız, ermənilər müharibəni başlayanda biz ailədə 7 qardaş, bir bacı olmuşuq. O qardaşlardan 5-imiz döyüşə qatılmışıq. Və o döyüşdə qardaşım Ağayev Ağaməd şəhid olub. 1992-ci ildə Yazı Düzü döyüşlərində, 1994-ün yanvarın 10-unda Ağayev Yaşar Ağdamın Güllücə kəndində gedən döyüşlərdə şəhid olub. Yaşarın döyüş yolu çox ağır keçib, həddindən artıq ağır döyüşlərdə olub. Bunu onunla döyüşənlər və onların döyüş yoldaşları da hamısı bir ağızdan təsdiqləyir ki, həqiqətən də Yaşarın xidmətləri çox olub. Başaratda top ağacı uğrunda gedən döyüşdə, Cəbrailin Dağ-Tumas, Çay-Tumas kəndinin uğrunda gedən döyüşlərdə xüsusi səy göstərib, düşmənə ağır zərbələr yendirib. Və bu haqda onun döyüş yoldaşları danışır. Və biz baxmayaraq ki, vəziyyət ağır idi, amma bizim ailədən 5 qardaş həmin o döyüşlərdə, ağır döyüşlərdə iştirak eləyirdik. Torpaqlarımız uğrunda gedən döyüşlərdə, yəni axıra qədər dayanmadan döyüşdük. Müharibədir, şəhid də olur, yaralı da olur. Və qardaşım Bəhlul Ağayev ağır yaralandı Yazı Düzü döyüşlərində. İkisi şəhid oldu, biri qazi oldu. Mənlə Rüstəm, yəni axıra qədər döyüşdük. Torpaqlarımız uğrunda döyüşdük. Heç də peşman deyiləm, bundan fəxr eləyirəm ki, həmən döyüşlərdə iştirak eləmişəm və mənim qardaşlarım qəhrəmancasına döyüşüb şəhid oldular. İkinci Qarabağ müharibəsi başlayanda sözün açığı
Yəni bunu biz səbirsizliklə gözləyirdik ki, nə vaxtsa bu torpaqları qaytaracaq, elə də oldu. Dövlətimiz, xalqımız və Ali Baş Komandan Prezidentimiz İlham Əliyevin səyi nəticəsində xalq, dövlət, ordu birləşdi və mənfur düşmanı yerində oturtdu. Torpaqlarımızı işğaldan azad etdik. İxtisasım üzrə mən tank komandiri idim. Mən düşdüm Qarabağın özünə, yəni nə mənada Qarabağın özünə, Kərkicahan, Qırmızı Bazar, Daşaltı, Xocavənd uğrunda gedən döyüşlərin iştirakçısıyam. Amma bir dəfə tankda olduğuma görə mənim rabitə əlaqəm olurdu. Rabitə əlaqəm olurdu. Bir dəfə bir qürurverici hissi mən danışmaq istəyirəm. Məlumat gəldi ki, ermənilər sızıblar Cəbrailin 3 kəndinə işğal eləmək istəyirlər. Onda Qubadlı batalyonu dedilər, gəldi, onları oturtdu yerinə. Onda biraz narahat oldum ona görə ki, mənim qardaşlarım da orada idi. Sonra elə bir o rabitədə də mənə xəbər çatdı ki, düşmən oturdub yerinə və itkisiz. Bizimkilər itki vermədən bunu həll eləyiblər. Onda biraz sevindirici hal oldu mənə. Yəni bizim əlaqəmiz belə olub. Amma döyüş vaxtında, yəni onlar o ətrafda rəhmətlik Yaşar 1-ci batalyonda idi. Dağbəy komandir batalyon Dağbəy Rüstəm rəhmətlik milli qəhrəmanımız Əliyar Əliyevin batalyonunda idi. Bəhlul rəhmətli Əliyar Əliyevin batalyonunda idi. Və onu da deyim ki, Yaşarın həm də oğlu orada döyüşürdü. Onlar atabala döyüşürdülər. Habil Ağayev və bir qardaşımız oğlu da, o qardaşımız ki, o 7-dən biri də Sədi idi. Sədinin oğlu Şahin Ağayev də yenə də Əliyar Əliyevin batalyonunda döyüşürdü. Yəni 5 qardaş, 2 qardaş oğlu, üstəgəl 7 nəfər döyüşürdük. Xalq birləşəndə, güc bir olanda dəmir yumruğun sahəsində düşman yerində oturubdu və torpaqlarımız işğaldan azad oldu. Ağayev Yaşar İsoğlu, Ağayev Rüstəm İsoğlu, Ağayev Bəhlul İsoğlu, Ağayev Ağaməd İsoğlu, Ağayev Bəşir İsoğlu, Ağayev Ədil İsoğlu, Ağayev Sədi İsoğlu. Mən də Abbasova Qəndili İsa qızı. Mənim qardaşlarım ikisi şəhid olub. Ondan biri Qarabağ əlil olub. Biri də gənə Qarabağ əlil olub. Mənim evimə çox gəliblər. Mən özüm Qubadlıdanıq, özüm Həkəri kəndinənəm, ora getmişəm. Mənim qardaşım Koroğlu idi. Koroğlu olublar. Qardaşlarım çox Koroğlu olub. Qardaşımı yola salırdım, gəlirdi bizə. Başarata gedəndə baxırdım ki, az qalıb çata. Addımının birini buradan qoyurdu, birini oradan qoyurdu. Çox Koroğlu olublar. Mənim qardaşlarım çox Koroğlu olublar, çox da yaxşı da iştirak eləyiblər. Belə qardaşlarımla qürur duyuram. Ondan sonra əziyyət çəkiblər. Çox, mənim qardaşlarımla çox yaxşı olub. Yaşardakı belə hər yerdə olub da qardaşım. Bəhlul onu kimi, Rüstəm onu kimi, hamısı çox yaxşı olublar. Çox yaxşı döyüşüblər. Hamısı başını aldı içirdi. Koroğlu idi da, Koroğlu olublar, Koroğlu. Ondan sonra mən nə deyim sana, qurban olum. Gəlirdi, gedirdi, bizə gəlirdi, yaxın idi, Başarata gelirdi, top ağacında olubdu. Mən 30 neçə ildən mən qardaşımın qəbrinə gedə bilmirdim də, müharibə idi. Alınandan sonra getdim qardaşımın qəbrinə. Daşından öpdüm, torpağından öpdüm. Oradan getdim,
Gəldim, getdim öz kəndimizə. Getdim, torpağı öpdüm. Bir-iki ağac qalıb, onunla öpdüm. Daşsat yoxdur, kürüyüblər. Sonra gəldim, bir həftədən sonra atam gələn evinə getdim. Getdim, atamın qəbrini axtardım, tapdım. Getdim evlərinə, harada çörək salırdılar, harada otururdular, oradan öpdüm, ağladım. Deyə bu da getmişdi məndən. Hamısı getmişdi. Gördü ki, nətər ağlayıram, hamısı. Sağ ol, Allah kömək olsun sana, Allah canını sağ eləsin. Mənim nəvəm rəhmətə gedəndən sonra bildim ki, analar nə çəkir. Bala, dağı. Yoldaşdan da betərdir. Mən bilirəm, bala nə deməkdir, nəvə nə deməkdir. O dağı mənim də ürəyimə çəkir. Necə deyim, şəhid olmaq qürur vericidir, amma yarası dərindir. Ömründə o yara heç vaxt gedən bir şey deyil. Yoldaşım ili də çıxmışdı həyətdən, podezdən kiminsə də səsi gələndə, tapıltı gələndə onun səsini oxşadırdım, qapı döyməyə onu oxşadırdım. Elə bilirdim ki, indi qapı döyülüb içəri girəcək. İnana bilmirdim. Biri var ki, xəstə ola, görəsən, bir də var ki, görürsən, qəfildən adam inana bilmir. Qəfil ölüm adamı illa yandırır, tökür. Yenə də Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analara səbir diləyirəm. Sizə də çox sağ ol deyirəm. Mən sizə də təşəkkür edirəm ki, bu vaxtınızı sərf eləmişsiniz bu günə. Yəni gəlib bizim ailəni işıqlandırırsınız burada, yəni tanıtdırırsınız. Allah sizi var eləsin. Allah sizi həmişə bizim xalqın üstündən eksik eləməsin. Ki, yəni siz bu şəhid ailələrinə gəlirsiniz, onları işıqlandırırsınız. Yəni sizin gəlməyiniz mənim üçün çox xoş oldu. Sevindim, Allah sizdən razı olsun. Söhbətin əvvəlində dedim, 7 qardaş olmuşuq. Yəni Yaşar ikinci idi. Yaşardan böyük bir qardaşımız var idi, Adil. Və o müharibədə Adillə Sədi döyüşdə olmayıb. Qalan 5-imiz döyüşdə olmuşuq. Yaşar belə idi ki, Yaşarla bir növ deyim də necədir də, indi ailədə Yaşardan biraz hamı bir növ biraz içindən qarışıq çəkinirdik. Yəni bunda elə bir xüsusiyyət, qürur var idi ki, o istər-istəməz o heç kimin xətrinə dəymirdi, heç kimə heç nə demirdi. Sadəcə olaraq onun baxışında, davranışında bir məsuliyyət var idi, qorxu məsuliyyəti var idi. Adamlar, mən məsəl üçün balaca qardaş kimi ondan çəkinirdim. Ondan böyük qardaşım Adildən çəkinmirdim. Ona söz də deyə bilirdim və yaxud da ki, misal üçün, bir mən yox elə ailə üzvlərimizin hamısı. Biraz xasiyyətcə elə bir ki, belə deyim də, yəni, bir hərbiçi xasiyyəti var idi onda. Həqiqətən də hərbiçi xasiyyəti də, yəni söz bir dəfə deyilir, iş bir dəfə görülür, hərbidə olan kimi. Təkrar söhbətə ehtiyac, yəni desən də xeyri yox idi. Yəni Yaşarla biraz məsafəli davranırdıq həmişə. Ona görə də onun barəsində heç bir xatirə söhbətindən işkidə, o məsuliyyətli bir adam idi. Noyabrın 9-unda ki, biz Şuşanı bizim qəhrəman oğullarımız azad elədi, atəşkəs oldu. Yəni, düşməni məğlub elədilər və bir təxminən 3-4 gündən sonra mən Qubadlıda oldum. Yəni, o ilk gedənlərdən də biri mən oldum Qubadlıya. Ona görə ki, mənim qardaşım rəhmətli Ağamət şəhid Qubadlı şəhidlərində dəfn olunub. Mən ora gedəndə o Qubadlı şəhidlərində 15 nəfər şəhid var orada. Və Qubadlı işğal olana qədər ora mən dəfələrlə ziyarət eləmişdim. Qubadlı icra hakimiyyəti o şəhidlər xiyabanın çox layiqli, özlərinə layiq olan bir səviyyədə düzəltmişdi. Yəni, amma ermənilər o şəhidlər xiyabanını səngər eləmişdilər. Dağıtmışdılar.
mən 3 gün qaldım orada. Əskərlərimizin köməyi ilə və orada olan insanların köməyi ilə onları bir qaydaya saldıq. Elə belə indi şükür Allaha hökumətimiz o şəhidlərin qəbr üstün abidələrini götürüblər, hamısını da çox yüksək səviyyədə. Mən 32 ildən sonra ora gedəndə yəni yerin quruluşu ilə bilirdin ki, bura Qubadlıdır, bura haradır, bura haradır. Amma o 32 il əvvəlki işlərdən, yəni o əsər əlamət qalmamışdı. Daha, yəni təsəvvür indi siz də olmusunuz, hamı da olub, gediblər, gəziblər, gəliblər və televiziya vasitələri ilə göstəriblər ki, daşı daş üstə qoymayıblar. Amma bizim qəhrəman oğullarımız onları Qubadlıdan elə yola salmışdı ki, hətta mən o çəkiliş aparmışdım, yəni öz telefonumda çəkmişdim müəyyən şeyləri. Ayaqqabısının zadını geyməmiş qaçmışdılar. Yəni hamısı səngərdə qalmışdı. Avtomatları, silahları, yəni bütün hər şeylərin, yəni bizimkilər onları o cür yola, yəni elə bir vəziyyətdə çıxartmışdılar ki, ölən ölmüşdü, qaçan canını qurtarmışdı. Yəni oradan görünürdü ki, bizim oğullar da oradan da yəni elə bir döyüş səviyyəsi göstərmişlər ki, bu tarixə yazılası bir şeydir. Həmişə familin toyunu görmək istəyirdi. Deyirdi, qayıdıb gələcəm, famili evləndirəcəm. Balalarına çox istəyirdi, amma ciddi idi. Oxumaqlarının üstündə dururdu. Üçünü də musiqiyə qoymuşdu onların. Üçü də musiqiyə gedirdilər. Özü də çox musiqi sevən adam idi. Qız piyanədə gedirdi, Habil qarmona, Famil də tara. Yəni, otuzdururdu özləri, hamısını oturun, çalın, özü də stola vururdu. Deyirdilər, gülürdülər, sonra deyirdi, bax durun, hamınız dərsinizə. Amma məndən heç çəkinmirdilər. Sözün düzü, atalarından düzdür. Bir baxışı ilə çəkinirdi. Ailənin çox belə, necə deyim, bir şeyin əksik eləməzdi. Çalışan, vuruşan, iki yerdə işləyib, gətirən. Çox belə ailə canlı idi. Övladlarına çox mehriban. Ciddiliyinə ciddi, hər şeyin öz yerində. Familin adın, öz əskər yoldaşının adını. Deyir, bir yerdə əskərlikdə olmuşuq. Oğlana dedim ki, sənin birinci oğlun olsa evlənəndə, mən sənin adın, oğlunun adını qoyacağım. Oğluma adını qoyacağım, sən də elə. O, Famil, onun əskər yoldaşının adıdır. Arzunu mən özüm qoymuşam. Habili də elə xəstəxanada metr əvvəl gəlirdilər, xəstəxanada yazırdılar. Qaldım belə məhəddə, yoldaşım da işdəydi. Əvvəldən düzdür, nəsə Zaur fikirləşmişdi. Sonra dedim ki, Zaur, bizim Padiyezə Zaur adında uşaq var. Biz o yaşıl aptek olan domda olurduq. Orada əvvəl, birinci orada olmuşuq. Dedim ki, yox, orada Zaur var. Sonra dedim, Famil, Habil yaraşdırdım, özüm qoydum. Metrikanı yazdılar. Arzunu da özüm qoymuşam. Əvvəl nəsə qızdan acığı gəlirdi, kimsə gələcək, mənim qızımı istəyəcək. Amma sonradan o qədər, o iki gəldən çox qızı istəyirdi. Belə idi. Uşaqları çox istəyirdi. Ailə canlı idi. Bütün qardaşlarına, hamısına da, anasının hamıdan çox, ana da onu istəyirdi. O da anasını çox bağlı idi. Dekabrın 24-ü evə gəldi. Onda Gəncəyə yığışmışdılar, Gəncədə idilər batalyon. Dedi ki, evə gediblər komandirlərdən. Gələn olsa, gəlib yeni ili burada keçirəcəm. Amma Padiyezdən düşə-düşə, elə bir nəsə yadından çıxmışdı. Düşdü, mən də qapının ağzında dayanmışdım. Düşdü, arxaya baxdı. Düşdü, dedi, elə bir nəsə yadımdan çıxıb. Amma hər şeyi götürmüşdü, elə bir axırıncı gedişi bax, elə oldu. Gəlmədi. Amma anam gəldi bizə, ayın 6-sı idi. Dedi, bala, yaman şəhid gəlir.
Elə oturmuşduq belə, qapı döyüldü. Bir dənə o uşaq gəldi ki, sizi aşağıdan maşında bir kişi gözləyir. İnanırsan, ayaq-yalın düşdük aşağı. Gördü bir dənə göy jiguludur. Bizi gətirdi, bir dənə beşmişoq verdi. O beşmişoq mən saxlamışam evdə, divanın altında qoymuşam. Gördüm onun hər şeyi onun içində. Sigareti, ondan sonra nə bilim 140-xanı, güzgüsü, da saldata nə lazımdır, hamısı onun içində idi. Dedi, mən getmişdim Ağdama, Güllücüyə, uşağın yanına. Bunu orada mənə Yaşar verdi, amma yalan deyir. Amma sonra da komandirlər də öz dedi ki, Yaşar Gül ayın 6-sı şəhid olub. Oradan, o meşmişoq oradan vermişdilər buna. Dedim, yox, buna lazım olan şeyi, bunu niyə evə göndərsin ki? Niyə evə göndərsin? Onda elə o şəhid olmuşdu. Amma dokumentdə, ölüm kağızında onu yazıblar. 13-ü evə gəlib, 14-ü dəfn eləmiş. 114 TV-yə də təşəkkür edirik, sizə də təşəkkür edirik. Əziyyət çəkdiniz, gəldiniz, çəkdiniz, işıqlandırdınız. Çox sağ olun, gələn ayaqlarınız var olsun. Mən şəhid analarına, şəhid ailələrinə, onların həyat yoldaşlarına, xüsusən də valideynlərə bir şey deyim ki, yəni hamımız baxırıq da YouTube kanalı üzərindən bütün verilişə. Yəni nə qədər çəkilişlər olubsa, mən fikir vermişəm, bu 44 günlük müharibədə bütün uşaqlar döyüşən bizim qəhrəman oğullarımızın heç birindən giley görmədim. Yəni onlar deyirdilər ki, inşallah şəhid olaram. Yəni biz belə görmüşük ki, deyir inşallah bu işi görərəm, o işi görərəm, bu planım yerinə yetirilər bu planım. Amma bizimkilər deyirdi ki, inşallah mən şəhid olaram, şəhidlik zirvəsinə ucaldaram. Yəni bu özü göstərirdi ki, dünyaya ki, biz torpaqdan ötərin getməliyik. Yəni ölümün almışıq gözümüzün önünə, bundan razılaşmışıq, barışmışıq və cibimizə qoymuşuq, gedirik. Yəni bu əhval-ruhiyyə ilə getdilər. Yəni o torpaqları ona görə də 44 gündə azad elədilər. Yəni baxmısınız sizdə yəqin ki, əskərin gözündən qan axır, gülə-gülə deyir ki, mən qazi oldum. Amma bilmirək, gözü çıxıb, ya yaralıdır, ya bunun fəsadları nə olacaq, bu haqda fikirləşmir. Bir dənə ona gülür, gülə-gülə, sevinə-sevinə deyir ki, mən qazi oldum. Və yaxud da ki, yaralıdır, mən də baxmışam, bizim bir yaralı hərbiçimizi ermənilər əsir götürür, belə qolundan vurur ki, əlivi çək mənim yaxamdan. Sən kimsən ki, mənim yaxamdan? Yəni, bu əhval-ruhiyyədə döyüş getdi. Ona görə də həmən o siz dediyiniz analara, bacılara, şəhid ailələrinə bunun özü təsəllidir. Mənim təsəllim yox, şəhidlərin özünün təsəllisidir bunlara ki, yəni şəhid deyir ki, mən şəhid olacam, 11.000 manat var, onu asfalt çəkərsiz. Bunun özü təsəllidir. Bu tarixdir. Yəni 200 il bundan qabaq bəlkə olub bizim bir qələbəmiz, amma bu 200 ildə bunun özü, yəni bu cür oğulların sözləri bunu bəs eləyir. Bəs eləyir ki, həmən ana qürur duysun, həmən şəhid ailəsi qürur duysun, vətəndaş qürur duysun, dövlət qürur duysun ki, belə vətəndaş yetişdirib. Mən Qafqaz Müsəlmanları İdarəsinin 114 YouTube kanalının rəhbərliyinə, kollektivinə öz təşəkkürümü bildirirəm ki, siz şəhidləri və şəhid ailələrin yaddan çıxartmırsınız. Bunları yaşadırsınız. Bizim təsəllimiz bu olar ki, yəni mən bayaq qeyd elədim ki, təsəllini şəhidlər özləri veriblər. Analarına da, bacılarına da, həyat yoldaşlarına da özləri verdilər. Baxın YouTube kanallarında, görün onların çıxışında bir dənə elə bir şey var ki, yəni
müharibə ağır gedir və nə cür gedir, çətinlik var falan var. Elə ancaq irəli mən inşallah şəhid olacam, inşallah torpağımızı azad eləyəcəm. Bu sözləri eşitdik. Bunun özü təsəllidir. Amma bizim təsəllimiz budur ki, sizin kollektiv, sizin bu YouTube kanalınız bunları yaddan çıxartmırsınız. Bu bizim təsəllimiz ola bilər. Bunu da eləyirik. Yaxşı ki, siz varsınız. Allah sizi var eləsin. Vətən deyib döyüşlərə atıldı. İmam Hüseyin karvanına qatıldı. Bəli, bugün biz yenə bir qəhrəmanımızın, yenə bir vətən oğlunun ailəsinin qonağıyıq. Biz elə bir ailədə olduq ki, onların keçmişdə yaşadıkları faciələrdən, döyüş yollarından, keçməkeşli həyat yollarından danışdıqca dinlədik və çoxlu həyəcan yaşadıq. Sanki o dövrə yenidən qayıtdıq. Bu şəhidimizin geridə qoyduğu yadigarları bizə şəhidimiz haqqında danışarkən, onun keçdiyi həyat yolundan, döyüş yollarından danışarkən sanki o illərə təzdən qayıtdıq. Şəhidimiz Ağayev Yaşar İsaoğlu. Bu şəhidimiz 1-ci Qarabağ döyüşündə vətənin müdafiəsinə qalxdı və şəhadətli zirvəsinə ucaldı. Bu ailədən 7 qardaş, bir bacı var idi. Onlardan ikisi şəhid oldu. 7 qardaşdan 5-i vətən uğrunda döyüşdü, silaha sarıldı. Vətən deyib imdadına yetişdilər. Özümüzlə bərabər hər dəfə olduğu kimi bu ailəyə Quran-ı Kərim kitabını gətirdik. Gətirdik ki, özü ilə bərabər şəhidimizin cənnət güşəsinə cənnətlik qatsın. Əziz anamız, şəhadətli zirvəsi uca zirvədir. Siz də şəhidimizin yadigarı olaraq, ömür gün yoldaşı olaraq onun adını bax belə uca saxlamsız. Onun adına layiq evladlar böyüdüb boya başa çatdırmısınız. Var olun. Var olun ki, şəhidimizi daima yaşadırsınız. Şəhidimizin evladları, 2 oğlu, 1 qızı var. Allah onların canını sağ eləsin. Allah anamıza can sağlığı versin. Versin ki, şəhidimizi daima yaşatsınlar. Quran-ı Kərim kitabımızı sizə verdik. Bağışlayırıq. Ümidvarıq ki, cənnət güşəsində şəhidimizin ən uca, özünə layiq yer tapacaq. Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə, 114 TV kanalının rəhbərliyinə, bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. Sağ olun. Sağ olun ki, istər 1-ci Qarabağda, istər 2-ci Qarabağda vətən uğrunda canından keçən şəhidlərimizi, qazilərimizi, veteranlarımızı, vətən oğullarını unutmağa, unudulmağa qoymursunuz. Bugün biz bir ailənin dərdinə şərik olduq. Sabah sizin qapınızı döyəcəyik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik. Allah xalqımızı, ordumuzu, millətimizi qorusun. Sağ olun.